biabırçılıq, Thomas Tuchel adında bir axmaq adam. Sən bu axmaq adama ürək sözləri necə ifadə edə bilərsən? Almanca bilmirəm, ingiliscə bildim, amma bildiklərimi demək istəmirəm. Amma həqiqətən əsl söyüşə layiq bir performans nümayiş etdirdi Thomas Tuchel. Mən belə utandım. Yəni bu qədərin gözləmirdin, hə? Yəni açığı da belə deyək də, mənim azarkeş olduğum komanda var, belə oynayıb mərhələ keçsə yenə utanaram. Nəinki belə ucuz şey qalmağı da. Çünki sənin bu ambisiya araba yaraşan bir şey deyil. Sənin heyətin, sənin oynadığın futbol, düzdür, dəhşətli bir futbol yox idi, amma bura kimi çox yaxşı gətirmişdin. Bunun siqnallarını heç vaxt verməmişdin. Amma sən gəl götür, qol vurandan sonra bütün komanda arxaya çək. Amma biabırçı da bilsən nədir? Arxaya çəkdi, müdafiəçi saldı, amma başla qol buraxdı. Başla epizod verdi adam 2-3 dəfə. Yəni Argentinanın o 1-0-dan sonraki oyunu, yəni sırf İngiltərin aktivinə yazılmalıdır. İngiltərin, yəni Tuchelin biabırçılığına yazılmalıdır, belə deyək də. Niyə bu qədər qorxdu bro? Çox qəribədir. Məndə açıqlaması yoxdur. Heç bir formada pressing olmadı. Amma bunun siqnalını Norveç sonunda biraz vermişdi sanki. Fikir verdinsə. İkinci hissədə Norveç İngiltərin oyunu üstün idi. Sadəcə epizod yarada bilmirdi çox. Bir dənə Christopher Ayer'in dirək epizod olmuşdu deyəsən standart vəziyyətdə. Amma o istisna, yəni heç bir şey yox idi Norveç İngiltərə oyununda. Oyun əlavə vaxta getdi. Əlavə vaxt başlayan ki İngiltərə vurdu qolu. O da qapısının səhvindən oldu da. Yəni çox dəhşət məyus oldum mən Argentinaya qarşı oyunda İngiltərənin. Kaş qol gec vurardılar. Biz bu qədər belə deyək də utancverici bir futbol izləməzdik. Əslində bir tərəfli oyun oldu və məncə bu futbol azarkeşləri tərəfdən də yəni tam belə yaxşı futbol adlandıracaq bir oyun deyildi. Messi aspektindən baxanda, Argentina mərhələ keçməyinin aspektindən baxanda, hə, təbii ki, çox adam sevinərdi. Normaldır sevinmələr, haqları idi. Yəni Argentina heç vaxt bir dünya çempionatında qələbəni bu qədər haqqı. Amma reallıqdan danışsaq, İngiltərə həm heyət olaraq, həm də daha potensiallı görünürdü. Yəni hər bir halda oyundan qabaq kimi danışırsan, dindirirsən, əksəriyyəti İngiltərənin qələbə qazanacağını fikirləşirdi. Buna səbəbi bura gəldikləri oyunu sərgilənən futbol idi. Yəni sən Misir və Cabo Verde qədər belə oynaya bilmirsənsə sən Argentinaya qarşı. Yəni deyiləcək bir söz yox. Thomas Tuchel biabırçılıq elədi. Əslində bunun karyerasında belə bir şeylər olub. Düzdür, klub karyerasında olub belə biabırçılıqlar, comeback yedikləri olub. Biri məşhur Liverpool Dortmund oyunu var, 4-3. Lovren axırda vurur. Orada məsələn 3-1-dən verdi oyunu son yarım saatda. O Dortmund həqiqətən Liverpooldan çox üstün idi. Kloppun ilk mövsümü idi də. Bir də bu Paris Saint-Germain'də olarkən Manchester United'a qarşı. Manchester 2-0 vurmuşdu, özündə bir ucuzluq mübarizəni dayandırdı. United hansı heyətlə getmişdi Parisə? Yəni belə uşaq-muşaqlarla getdi, keçdi. Yəni o özü Ole Gunnar Solskjaer'in komandası. Yəni belə bir şeylər eləmişdi, amma o Tuchel'in Chelsea'si də yaxşı idi. Ondan sonra biraz ingilislər redemption eləmişdi, yaxşı bir şəkildə reaksiya vermişdi. Keçən verilişdə danışmışdıq biz ki, Tuchel'in Chelsea'si çox yaxşı idi. Müharibə olmasaydı götürərdi bəlkə çempionatı təzədən. Amma son Bayern Münhen dövrü biraz problemli keçdi. Onda Bayern problemli komandaydı. Amma istənilən halda belə olacağını düşünmək. Declan Rice'i çıxardandan sonra dedim. Anthony Gordon çıxarırsan, Declan Rice'i çıxara bilərsən, amma daha düzməyəcəksən ora müdafiəçiləri. Bu nəyə ehtiyac var ki buna? Argentina dəhşət yaxşı oynamırdı qola qədər. Qoldan sonra da onu görəndən sonra hər ikisindən üstünə gələcəkdi. Orada inan ki Azərbaycan millisi belə olsaydı, o da Azərbaycan millisi ürəklə İngiltərə üzərinə gələcəkdi. 2 rahat epizod yarada bilərdi. Vallahi yarada bilərdi. Özü burada bir Scaloni bir əvəz etmələrində rol oldu. Xüsusən də bu Nico Gonzalez girəndə. Orada o girən kimi epizoda girdi, başdan girdi o da. Pickford topu çıxartdı. Özü top üstdən gəlmişdi orada. Sonra Danzo Mankalister başdan dirəyə vurdu. Yəni 2 dənə dalbala epizoda oldu Argentinanın. Hər ikisi də hündürboy müdafiəçinin arasından başdan endirilən zərbələrlə oldu. Yəni biabırçılığa bax. Amma Argentina hər bir halda yenə deyirəm layiq idi qələbəyə və bir məsələ də var ki, Argentina növbət dəfə yenə yarımfinalda qələbə qazandı. Argentina yarımfinala çıxsa həmişə finala çıxır. 6-cı dəfə idi artıq belə oldu. 30, 78, 86, 90, belə də 2014 axırıncı ikilənəsi də. Bu dəfə özləri də gözləmirdilər. Nə qədər son çempion olsalar da, doğrudan da özləri də gözləmirdilər. Gələrik 4-də 1-ə qədər oynayarıq. Mümkündürsə bir yarım finalda görərik, gedərik evə. Yəni heç kim, yəni Misir oyunundan sonra Messi'nin göz yaşları həqiqətən də bu son oyun duyğusu kimi idi. Yəni deyəsən buradan sonra artıq hər şeyin başına baxacaq falan kimi idi. Amma elə bil təbii ki FIFA əleyhinə deməyəcəm bunu ki, belə FIFA bəzi
göz yumdular bəzi epizodlar, amma tam belə üstün körü-körünə deməzdim ki, Messiyə dəstək falan oldu və yaxud da hər hansı Messi çox fenomenal oynayır. Adamın 39 yaşı var. bir başqa oynayır. 39 yaşında hansı futbolçu o səviyyədə futbol oynayır? Deyəcəklər ki, bəsdir, haterlik eləmə, nifrətini tökmə, amma yəni onun oponentini gördükdə onu Gold nömrə 2-ni gördükdə necə oynadı? Yəni belə düzdür, tam belə şey açmaq istəmirəm o temaları yenidən, amma bu komanda, bu Argentina heyəti də yaxşıdır, pis heyəti yoxdur. Bu komanda yenə Messi'nin ətrafında möhtəşəm birləşdi. Messi də möhtəşəm oynayır həqiqətən. 39 yaşında bir status gördüm, şərhçi yoldaşlardan biri paylaşmışlar bununla bağlı. Yenə Ronaldo'su, nə Zidane, nə Roberto Baggio o yaşında heç nə eləməzdi. Eləməyiblər də. 39 yaşında yəni heç bir o qədər xarüqələr yox, fenomenal olaraq onsuz başqa bir yerdə. Mümkündür. Yəni adam 4 il futbol oynamıyor, belə oynayırsa, bu anlar üçün yaşayır. Yəni 39 yaşında 9-cu qızıl topu qazanacaq. Qazanacaq bu arada. Məncə final udsa da verməlidir. Final 5-0 udsa yenə Messi'nin haqqıdır. Məncə də. Yəni, o mövzuya da gələrik, amma məncə də haqqıdır. Lamine Yamal hat-trick eləsə bəlkə. Heç nə olmayacaq yəni. Orada lap poker eləsin istəyir, 10 dənə vursunlar, amma həqiqətən deyirəm. Poker eləsə verərlər. Verməzlər. Verməməlidirlər də. Yəni Yamal düzdür, yaxşı oynayıb, amma yəni Yamal neçə yaşı var, Messi neçə yaşı. Messi kimlərə qarşı mübarizə aparır da? Mbappé'si var, Hollanda var. Hamısından çox gol vurub demək olar ki də. Yəni lap az gol vursa belə yenə Messi'nin bu baş uzalığıdır. 39 yaşında, 40 yaşında olsa bu gün sabah sənin. Yəni səni inandırım 4 il sonra da yenə gəlsə, yenə eyni səviyyədə oynayacaq Messi. De La Fuente yenə bir masterclass göstərdi. Yenə niyə? Çünki 2024-dən sonra düzdür, ilk yeni favorit kimi gəlmişdi İspaniya bura. Əksəriyyəti üçün çempionluq namizədi idi İspaniya, amma oynanılan futbola görə qrupda xüsusilə ilk tur Cabo Verde ilə, sonra Uruguayla oyunlar göstərmirdi. İspaniya qələbəli futbol oynayır, amma play-offda da yenə apardılar rahat. Fransanı hər tərəfli bağladılar. Ən rahat oyunları Fransaya qarşı oldu. Dəhşətə gəldi. Ərəbistan istisna. Fransanı tanıya bilmədim. Belə heç bir varlıq göstərə bilmədilər. Bəlkə dedim hamının bəxti kəsilsə də Dembele nəsə eləyə bilər. Çünki o təsadüfi bir adam deyil. Hər şey dəqiq adamdır. Amma Dembele də, Olise də, Mbappé daxil. Mümkünatı yox idi. Oyun 2 gün davam etsəydi İspaniya yəni epizod verməyəcəkdi. Vermədi deyəsən epizod ciddi. 2008-ci ildən etibarən İspaniya məsəl üçün elə bir formaya halayıb ki, 3 Avropa çempionluqları var. Bir dünya çempionluğu var, biri də yoldadır, qazana bilər də. Elə bir generasiya ortaya qoydular ki, digər böyük millilərdən fərqli olaraq biraz gec toparlandı İspaniya böyük futbol şey olaraq da. Heç vaxt belə bir ciddi uğurlar yox idi İspanların. 2008-ə qədər. Bir də 84 finalları var idi, bir də 64-də qazanılan Avropa çempionluqları var idi. Yəni İspaniya həmişə klub səviyyəsində Real Madrid ifasında, Barcelona ifasında seçilən bir futbol ölkəsi olub, amma milli səviyyədə bu qədər olacaqları, özü qısa zaman kəsiyində 20 il ərzində belə bir forma yaxalayacaqları kim düşünə bilərdi ki, dəhşət bir forma yaxalayıblar. Top ayaqlarından almaq qeyri-mümkün. Məsələ odur ki, sən bu dəqiqə heyətdə Xavi, Iniesta, Busquets yoxdur da. Alonso yoxdur, Xavi, Iniesta, Busquetsin yoxdur sənin. Sən 15 il sonra eyni sistem yenə də eyni sistem işləyir. İspaniyanın böyüklüyü odur ba. Ağlamırlar ki, bizim keçmişdə belə oyunçularımız var idi. Almaniya, İtaliya, İngiltərə kimi. İngiltərə onsuz yoxdurlar. Yəni açığı da Almaniya və İtaliya məsəl üçün enişdə olan futbol millilərdir də. Onlar məsəl üçün biri köhnə dövrü belə deyək də, köhnə dövr üçün darıxmırlar. İspaniyada kim də o şey olsa sistem futbol oynayırlar. O komanda oyunu oynayırlar. Fərq yoxdur, Rodri'dir yoxsa Xavi'dir. Fərq yoxdur, Iniesta'dır yoxsa Busquets. Iniesta'dır yoxsa atıramda kimdirsə orada. Bir prinsip ətrafında birləşiblər və bu prinsipə görə də oynayır. Yəni Pedro Porro belə Tottenhamdə yaxşı mövsüm keçirməyən bir futbolçu. Gör necə oynayır. Kukurella məsəl üçün gah belə gah elədi, amma gör necə oynayır. Yəni hər kəs çox yaxşı oynayır. Əvvəl qapıda Casillas idi, indi sən qapıda Unai Simon'un var. David Raya ehtiyatda oturur. Son çempionatı Casillas hamısından güclüydü, amma gol da buraxırdı. Bu heç gol da buraxmır. Yəni Unai Simon o da sistemə yazılmalı bir şeydir. Oynanan futbola yazılmalı olan bir şeydir. Yəni İspaniyanın belə deyək, böyüklüyü budur. Yəni elə bir 20 illik yaxalayıblar ki, 3 Avropa çempionluğu, 2 dünya çempionatı finalı, 2 dünya çempionluğu da olsa 20 il ərzində adamlar 5 böyük turnir qazanıblar. Məncə dünyada belə bir milli yoxdur. Yəni Braziliya bəlkə 3 dünya çempionu qazanıb qısa zaman kəsiyində, amma ondan etibarən yəni Avropa səviyyəsində belə bir formada yaxalayan komandalar olmayıb.
Və İspaniya bunu edir və De La Fuente öz tanıdığı uşaqlarla bunu edir. Hə, öz qurğu saymaq olar o uşaqları. Çünki Hamısı bu da. sastavlara görə başı ağrıyıb. Hətta daha əvvəlki Avropa çempionatında, bir öncəki Avropa Adam 2024-də Ramos aparmadı. Bəli. Ehtiyac yoxdur. Sırf onunla başlayan bir Real Madrid onun üçün söhbət aparmırdı idi. məsəl üçün də aparmadı da. Medianın təzyiqinə, tənqidlərinə Yəni baxmır. aparmadı. Hı. Konkret, yəni adam öz bildiyini edir, tutur. Yadıma gəlir 2024-cü il seçim mərhələsində Şotlandiya uduzdular bərbad bir futbolla. 2-0. Şotlandiya lider idi. Dünya Avropa çempionatının seçim mərhələsində. Oradan etibarən İspaniya ilə bir forma yaxalayıb. Axırıncı məğlubiyyətlər desən orada olub. Əgər Millətlər Liqasını saymasaq. Səhv etmirəmsə. Yəni belə səviyyə olar. Yəni həqiqətən alqışlanası bir şeydir. Yəni səhərə qədər İspaniyanı tərifləmək olar. Amma bu tərəfdə də Argentina var. 12 ildə 3-cü final. Düz deyirəm də, hə? Argentina, 2014, 22 və 26. 14, 22, 26. Finalda Higuain 2014-də vura bilmədi və 1-0 uduzdular. Götze'nin qolundan Almaniya çempion oldu. 2022 Qətər daha yaxın tarix idi və 4 il sonra yenə finaldadılar. Messi artıq 3-cü finalını oynayır və Hər üçündə komanda liderdir. Hər üç Argentina da yəni 2016-2-dən 98-in zəifdir. 2014 Messi-dən başqa Lucas Villa ilə Mascherano'ya baxırdı o komanda. 2022-də hamı Messi'yə baxırdı. Biz Di Maria, McAllister var. 2026-ən yaxşı heyəti saymaq olar. Ən yaxşı heyət saymaq olar, amma sırf bu 3 finalı nəzərdə tutan. ən yaxşı heyət Argentina heyəti budur. 2026-da. Amma yenə də bir futbolçunun asılıdır və yenə bir futbolçu səni daşıyır. Komandanı daşıyır. Yəni 3 fərqli dünya çempionu özü biri var, bu ardıcılı olsun. Yəni 2014-də Yox, ki arada karyerasını falan, milli karyerasını bitirib. getmişdi. Ay sol Çiliyə uzandan sonra 2015-də, 16-da Dalbada, sonra Copa özü Dalbada oldu. 14-də Almaniya uduzdu, 15-16 Çiliyə uduzdu. 3 final, 3 məğlubiyyət. Adam küstü getdi. Cristiano da digər tərəfdən çempion oldu. Yəni rəqabəti aparmışdı Ronaldo orada. Hardan döndür Messi? O da ilk verilişdə deyəsən bunu demişdik. Təbii. Olduqca fenomenal bir şeydir bu. Yəni Messini tərifləmək üçün xüsusi bir sözə ehtiyac yoxdur. Yox, biz onsuz xarakterini sevmirik. Yəni bu sol cinahın da mövqeyi var. Onsuz da biraz biz həyat və yaradıcılığı ayıran bir baxış prizmamız var və Messi karyerasını bitirəndə mən istəyirəm onun həyat və yaradıcılığına dair bir bölüm çəkək. Amma bu ayrımı aparır. Amma yaradıcılığına gələndə, xarakterini bir kənara qoyanda bu adam fenomenal artıq bir nöqtədədir. Dəhşət bir şeydir. Bunu bizim artıq təsdiqləməyimizə də ehtiyac yoxdur. Hətta Ronaldo azarkeşlər belə qəbul edir ki, rəqabət bitib, onsuz bitmişdi. Çox başqa yerə getdi. Hə, Çox belə başqa. Adam Ronaldo rəqabətini bitirib 4 il əvvəl üzr istəyirəm sözümü kəsirəm. 4 il əvvəl dünyanın axırı Ronaldo üçün dünyanın axırıysa bu gün lap pis vəziyyət Ronaldo üçün. Yəni belə deyim də, adam Ronaldo rəqabəti bitirdi. Keçmədi Mbappé və Haaland rəqabətə. Nəsillərlə rəqabət edir adam. Deyiləcək bir söz yoxdur da. 10 il əvvəl hardaydı, indi hardadır, hansı səviyyədədir? Argentina yenə yaxşı futbol oynamasa da Argentina daşıyır. Bu İbrahimovicin bir sözü var idi İngiltərə ilə oyundan qabaq. Hər şeydən qabaq söz soxuraq. Oyundan sonra söz soxuraq. Sevir o söhbətləri. Amma bilən qəşəng söhbət eləmişdi. Deyir 86-da Tanrı nəyini gördü? Bu dəfə Tanrının özünü görəcəklər. Yəni sol ayağını görəcəklər. Amma yoldaşlarına bir yazmış ki, sağ ayağını da gördülər. Yəni işləyə olmayan sağ ayağını adam İngiltərəni keçdi. Argentina böyüklüyü də budur. Xaosdan bir şey çıxara bilirlər. Həmişə bunu bacarırlar və demişdim, bu dəfə o xaos da olmadı. İngiltərə o qədər bərbad oynadı ki, bu döyməyə çıxmışdılar. Simeone konkret sağ cinahda döyməyə çıxmışdı futbolçuları filan və hakim də hətta bədən dilindən uzun müddət məncə oyunu yaxşı idarə edə bilmədi. Yəni düzdür, yarımfinaldır, emosionaldır, hamıya sarı kart paylamaq olmaz. Amma bəzi fotolar gördüm mən sonra döyüblər konkret İngiltərəni. Yaxşı eləyiblər. Sən niyə? Çünki Argentina bu oyuna çox böyük həssasına yanaşan bir komandadır və millətdir. Millət olaraq da. Məlum Falkland temaları var da bu işin içində 82-də. Halbuki orada Argentina haqsızdır. Ona baxmayırıq məsəl üçün. Adamlar müdafiə edirlər də hər halda. Və buna bir şərəf milli qürur kimi baxırlar. Bu İngiltərəyə qarşı oynamaqda. Hətta İngiltərə oynayan futbolçuları var adamın. Martinez olsun, Enzo olsun, McAllister olsun, çoxdur yəni. İllərlə də Argentina futbolçusu oynayıb orada İngiltərə çempionatında. Argentinalılar üçün bu oyunun əhəmiyyəti çox vacib idi. İngiltərə bunu bilib o səviyyədə oynamalı idi. Yəni səni döyüblərsə demək haqq eləyiblər səni döyüblər də. Sən də döyüşə çıxmalısan da. Bellingham'ın Valentin Barkov'un başına vurduğu şapalaqa. Hamı kaş orada Bellingham kimi olardı. Kaş.
Yəni də adam düzdür, son Real Madrid dövrü yaxşı keçmirdi, amma Kane-lə bərabər İngiltərənin yaxşı oyunçusuydu. Yəni da Kane-dən daha yaxşı idi. Bu mundialı. Hə? Məncə bu mundialda anlara yaxşı oynadı. Çox yaxşı oynadı. Və həqiqətən Real Madrid futbolçusu olduğunu göstərdi. Böyük klubda oynadığını göstərdi. Məsuliyyət aldı. Ondan gözlənilən məsuliyyət var idi Yəni və kaş amma Bellingham kimi olardı. Bellingham çıxartdı da elə axırıncı iki oyunu. Həm Norveçə qarşı o Gordonun ötürməsini çevirdi şey. Norveçə vurdu birinci gol nə idi İngiltərənin? Çox yaxşı idi. Yəni o cür topu aparıb zərbə mövqeyinə çıxmaq gözəl bir şeydir. Yəni onu bacardı və qolu vurdu. Meksika ilə oyunda adam nələr eləmədi daha. Qapıda belə durdu az qalsın. Yəni onu deyirdik də biz. Məsəl üçün Argentina və İngiltərəni fərqləndirən cəhət o idi ki, İngiltərənin bir neçə oyunçusu var ki, yaxşı oynayır. Argentinada bir nəfərdir o. Amma nəticə nə oldu? Yəni o bir nəfər qazandı. Növbəti Avropa çempionatı İngiltərədə olacaq. United Kingdom, Birləşmiş Krallıqda olacaq da. Hamısı qəbul edəcək. Yəni ümidli olacaqsınız demək. Yəni bu oyun mentalitetindən yox. Məsələn, bunu Southgate oynadırdı da. Deyir, əfsanələr öyle amma ideya var yaşayır. Eyni söhbət oldu Argentinaya qarşı oyunda. Southgate bunu eləsəydi, Yetim də yarım finala çıxarardı da. Southgate çıxarardı. Southgate buradan finala da çıxara bilərdi əslində. Yəni də. Amma belə ifrat dərəcədə biabırçılıq eləməzdi. Doğrudan eləməzdi. 2022-ci Southgate'in keçirdiyi dünya çempionatı vardı İngiltərə. Çox yaxşı oynamışlar. Bir dənə pis oyun Amerikaya qarşı olmuşdu 0-0. Qalan hər oyunu yaxşı oynadılar. Hətta Fransaya qarşı da yaxşı oynadılar. Fransadan da yaxşı oynadılar həmin oyunu. Penal vura bilmədiyi ki, oyunu Fransanın oldu. Orada belə İngiltərə Argentina finalda oynaya bilərdi. 2022-ci ildə Fransanı keçsəydi. Nə bilim vallahi, yəni mən Southgate-ə həmişə hörmət bəsləmiş bir adam olmuşam. Azarkeş olaraq da bu şey var. Çünki həmişə demişəm ki, o loser milliyə bir gün göstərdi. Göstərdi ki, sən yarım final oynaya bilərsən. Belə şey olmaz. Mən FA-nin yerində olsam, federasiyanın yerində olsam, şey gətirərəm. Guardiolanı gətirərəm. İtaliya üçün də Guardiolanı fikirləşirlər. İtaliyalıq deyil. İtaliya futbolu biraz İspaniyalı da deyil. Amma şeydir, İngiltərəni gətirər, hə? O tərəfdə Klopp'u gətirib Almaniya. Pep Klopp rəqabətinə baxıb Olar, gələ də bilər, işləyə də bilər İngiltərə kültüründə. Yəni onsuz olduğu liqada, tanıdığı liqada, tanıdığı oyunçulardı, hamısını tanıyır. Yəni həqiqətən fantastik olardı orada. Növbəti Avropa çempionatına Klopp və Guardiola rəqabətini izləməyə. Burada De La Fuente var onsuz da. O tərəfdə onsuz da sən deyən normal Avropa komandası qalmır. Sorry-amma yəni bilmirik də İtaliyadan necə. İtaliyadan hələ səs yoxdur. Həqiqətən səs yoxdur. İtaliya səs elə. Olmazdı. İtaliya belə məsəl üçün bu səviyyədə biabırçılıq eləməzdi. İtaliya bunu sənət kimi göstərərdi sənə. Estetika kimi göstərərdi. Yəni necəsə məncə də belə qatda qalmaya bilərdi. Və İtaliyada Argentinalılarla eyni temperamentdə olan insan ölkədə axı futbol ölkəsində. Yəni İtaliya belə məsələn orada bir yol tapıb Argentina dəli eləyərdi. Döyüşə çıxardı, döyülməzdi amma. Orada məncə heç bir komanda döyülməzdi o səviyyədə Argentinaya qarşı. Bəs İspaniya döyəcək Argentinanı? Yox. Heç inanmıram. Yəni Argentina bura döyülmək üçün çıxmayacaq. Biraz 90-cı çağlarlar ola bilər. Deyirlər Almaniya, Qərbi Almaniya Argentina ilə 90-cı finalı çox yaxşı oynamışdı. Çətin uddu, biraz mübahisəli qol atdı. Hardasa yenə bir şey ola bilər. İspaniya çətin uda bilər, amma qəti gözləmir. Belə bol qollu, prinsipial bir şey qarşılaşır. Bəlkə olsun, amma futboldur. Yəni amma inanmıram ki, bu qədər açıq oynayırlar finalı. Əlavə vaxt da ola bilər, penalti də ola bilər ki, ikisi də penaltidir yaxşı, amma o birisi Martinez ümumiyyətlə fenomenaldır. Bu arada penalti demiş Pickford'un o butulkasını tapdılar Argentina futbolçuları. Biraz orada da məzələndilər. Oyundan sonra pankart taşıdılar. Pickford əjdaha idi son oyun. Əjdaha idi, amma əlindən nə gəlir elədi də. Üstünə gələn topları da axı. Toplar üstünə gəldi, birini buraxdı. O çıxartdığı top var idi. Başdan gələn. Birinci Nico Gonzalez'in o üstünə gəlmişdi. Biraz düzdür, çətin top idi, yaxından vurulan zərbə idi. Əslində Argentina 4-5 episod oldu orada. Hamısı long balllar, crosslarla, ötürmələrlə. Yəni xoş bir xatirən qalmadı İngiltərə ilə bağlı. Xoş bir xatirə Meksika ilə oldu. Təkcə. Bu Argentina və İspaniyanın aşağı-yuxarı şeylərə eynidir oyuna yanaşmalar. Düzdür, İspaniya daha strongdur o cəhətdən, daha güclüdür, daha intizamlıdır. Argentina intizamlı komanda deyil. Yenə də bir nəfərin əlinə ayağına baxan bir komandadır. Amma xaotik bir şey, temperament cəhətdən fərqlidirlər İspaniyada, Argentinada, amma daha səssiz, daha sakit qalmağı bacaran komanda oyunu aparacaq məncə. Bu da İspaniya gördük indiki halda. Yəni Fransa necə keçdi İspaniya? Haykülü gəldi Fransa bura qədər. Döyə-döyə gəlirdi.
Hətta Mərakeş biraz qorxaq oynamasaydı o belə incidə bilərdi, amma o belə bacarmadı bundan. İspaniya oyunu yaxşı yatızdırır. Sonra birdən Amma elə bir Belçika oyunu momentdə əziyyət oldu da. xod ki, sən orada Belçika ilə necə tura əziyyət vermirsən. çəkdi İspaniya? Məni tam da yaxşı yatıstıra bilmirdi, amma məsələn Belçika 3 gol da vurdu, yaxşı da oynadı əslində. Orada qapıçının səhvi olmasaydı, Lammesin səhvi olmasaydı, yəni oyun gedir elə vaxtda. Nə qədər əmin ola bilərsən ki, İspaniya Belçikanı keçəcək. Düzdür, təcrübəsi var, heyəti yaxşıdır, amma Belçikada inanmağa başlamışdı. Belçika yaxşı gəlirdi oyuna. Yaxşı gətirmişdi, inanmışdı həqiqətən. O Courtois o zədəsi olmasaydı, meydandan çıxmasaydı, nə bilirsən necə olacaq. Çox şar gol buraxdılar. Yəni oradan Belçika çıxsaydı yarı finala, tamam başqa bir hekayə olacaqdı. Amma sonda yenə Merino çıxartdı oyunu. Yenə İspaniyanın o super sabı. Oyarzabal 5 gol vurub deyəsən. 5 gol vurub da Oyarzabal. 4 ya da 5. Yəni Real Sociedad'ın orta oyunçusudur. Real Sociedad'ın oyunçusudur, əsas oyunçudur, amma orta komandada Real Sociedad. Amma yaxşı oyunçudur. Çox yaxşı oyunçudur. Bəyənirəm. O cür baskları, o qeyri-millətləri, o İspaniya millisinə tövbəsini çox sevirəm. Yəni De La Fuente da bundan çox böyük fayda var. Unai Simon Baskdır. Baskdır da, hə? Baskdır məsəl üçün o. Oyarzabal. Yəni əsas burada qüvvə olan futbolçular, yəni bu futbolçuları birləşdirə bilib. Tanıdığı uşaqlar, tanıdığı oyunçular da bayaq qeyd etdiyimiz kimi təkrarçılıq olmasın. Yəni İspaniya nə desən, səhərə qədər İspaniyanı tərəfləyə bilərsən bu oyun intizam baxımından, səhərə qədər Argentinanı tərəfləyə bilərsən bu xaotik oyundan qazandığı nəticələr hesabına. Kim nə deyirsən qardaş, yəni bacarmalısan bunu, bacarır da bu. Həyasızdır, sırtıqdır, arsızdır, cındırdır, amma bacarır da. Yəni hər kəs bu belə o da belə deyim, belə oynamalı deyil də. Hər kəs İspaniya kimi oynamalı deyil, Fransa kimi oynamalı deyil. Hər kəs nə bileyim, biraz Paragvay lazımdır, biraz İran lazımdır, biraz nə bileyim, Kolumbiya lazımdır. Hətta buna görə Dünya Kubokudur da. Yəni də Argentina bunların hamısını bacarır bir komanda kimi. Argentina bu hər bir şeydən var Argentinada. Gözəlliyi də var, kirliliyi də var. O məşhur kitabda deyilən kimi də kirli üzməli. Yəni Argentina, İspaniya gözləmədiyin final oldu. 3-cü yarı gözləyirdim bunları. Yəni hayallər, həyatlar söhbəti də. Mən də yəni Fransa, İngiltərə finalında. 100 illik müharibə olacaqdı, amma getdi o tərəfə. Yaxın idi. Barcelona final olacaq. Bir məşhur foto var da, bilirsən bu Lamine Yamal'la Messi'nin arasındakı fotodur. Bu AI deyil, bu Messi onun xaç atasıdır və kirvəsidir deyək. Düzdür, heç müqayisə predmet deyil. O fotonun haqqı verilmədi. Ən azından Lamine Yamal tərəfindən verilmədi. Çünki Messi yenə özündən gözlənilən qat-qat artığını elədi bu dünya çempionatında. Yamal da komanda oyununda. O, bilmirəm də, biraz da komanda oyunundan daha əlavə nələrəsə ehtiyac da olur da, biraz performans göstərməyə, biraz dünya çempionatı səhnələri belədir. James Rodriguez dönür, o qolu vurur. Bütün Vallahi elə ya da komandansa qalmamaq yaxşıdır. Jamesin tək şey odur da. 4 ildən bir xatırlayacağam, sonra mən necə böyük futbolçuyum ki. Yamal amma hər kəs xatırlayacaq belə davam eləsə. Yəni heç kim deməyəcək ki, Yamal 2026-cı ildə dünya çempionu qol vurmadı. Niyə? Bu 4 il sonra Alzheimer olacaqsan bu yadında saxlanmaq üçün. Elə komanda oyununda deyirsən, amma belə yox ya, mən o qədər çox böyük bir komanda oyunundan da söhbət. O qədər futbolçu ki, qol vurmayıb, amma tarixə düşüb. Okay, gələk o fotoya. O fotodan çıxış eləyib də oradan belə ki, Barcelona kulturasında qarşılaşdıranda ki, eyni cinahda oynayan, oyun tərzləri də oxşayan. Eyni nömrədə olan. Eyni nömrədə olan. O dövr elə idi. Orada maraqlı bir finala. Onun maraqlı bir hekayəsi var idi. Bu 19 nömrəli futbolçu var. 19 rəqəmi ilə bağlı. 1900 əvvəl çəkilən şəkil, 19 ayın 19-da olacaq final, 19 nömrələ, bla belə aparat bilərsən də bu numeroloji cəhətdən. Yəni Yamal'la bağlı, Yamal'ın sözünü 2 il əvvəl isbat eləmişdi Avropa çempionatında. Orada da tam belə orada daha əslində daha fərdi futbol oynayırdı. Bu qədər komanda oyunu oynamırdı. İndi də yəqin ki, yaşı ilə əlaqədar bir şeydən də De La Fuente'nin də bu tapşırığı ola bilər. Yamal fenomenal futbolçudur, amma Messi deyil təbii ki. Şübhəsiz. Və Messi, amma bu finalı oynamaları, bu şəkildən yola çıxarıb maraqlı hekayə çıxarır ortaya. Sadəcə belə Yamal və Messi'nin timsalına toxunmaq istəmirəm finala. Çünki özün də bayaq qeyd elədin ki, məsəl üçün Yamal Messi qədər daşıya bilmədi komandanı. Bunun da səbəbi ilə mən də qeyd edim ki, niyə daşıya bilmədi? Nəticə verdi, yəni belə deyək də, bu daşımamağa nəticə verdi. Hər bir halda Yamal da çox yaxşı futbolçudur. Yox, yəni Yamalı komandadan çıxartsaydın, İspaniya final oynayardı mı? Əlbəttə oynayardı.
Yeni oynayırdı. Hə, Bayaq onu sən deyirik də, də- məsəl üçün Xavisi, Iniestası, Busquets yoxdur, Ona amma yenə görə bunlar çox oynayırlar. belə funksionallığından bəhs edə bilmirik. Yəni necəsə komanda oyununa sadiq qalsa da, xüsusi 1-2 özəl bir an göstərə bilmədi bizə. Məncə bu məşqçinin tapşırığıdır. Çünki Şübhəsiz bunu ki, Barcelona və oynayır. hətta sənə deyim, Lamine Yamal kimi futbolçunun onun yəni sözündən çıxmaması zor. Çox gözəl bir şeydir. Demək futbolçu deyilən qədər intizamsız deyil, deyilən qədər ərköyün deyil. Yəni demək De La Fuente Onu da bu bəyəndim. De La Fuente bu böyüklüydür ki, bu cür futbolçunu ərköyün görünən futbolçunun, nəmi, onunla bununla yatan, gəzən futbolçunu, Bəli. bu mediada adı çıxan futbolçunu bu şəkildə tərbiyələndirir və milli komandaya fayda verir. Yəni bu bir baş məşqçi işidir. Fantastik bir şeydir bu. Yəni De La Fuente buna görə böyük bir alqış düşür, iş düşür. Ki həqiqətən iş düşür, yəni alqış düşür. Bu cür komandanı bu futbolçu ətrafında yox, komanda şəklində birləşdirdi. Yəni komanda Yamala baxmır da. Komanda öz futbolunu oynayır. Yəni yenə deyirəm, biz də orada oynasaq, biraz fərasətimiz, ağlımız, dərəkəmiz olsa, məsəl üçün futbol beynimiz olsa, bizə də o tapşırıqlar versə, biz də çıxıb orada fayda verə bilərik. Yəni adam Merino'dan neçə ildir fayda alır. Oyarzabaldır, sonra nə bilim digər futbol, yəni Merino hansı komanda lideri futbolçusudur? Heç bir komandanın. Arsenalda oynayır, amma Arsenalda yaxşı oyunçudur. Yaxşı vacib qollar vuran futbolçudur Merino, amma bir Arsenal Trossara qədər çox faydalı futbolçu nə qədər sayarsan onu? Asetin bir parçası kimidir əslində Merino. Ayso, yəni iri tarixi bir qollar vura bilər Bəli. futbolçudur Merino ki, vurur da onsuz hər dəfə. Bütünün yaxşı parçasıdır. Həqiqətən. Yaxşı tamamlayır, yaxşı tamamlayıcıdır. Amma məsəl üçün İspaniyada biraz Yamaldısa ön plana çıxan futbolçu, qalan komanda digər üzvləri heç bir ön plana çıxmır. Amma yenə komanda futbol oynayırlar. Yəni egosunu məmnun eləyə bilir də. Demək egoist futbolçu deyil. Demək bu məşqçi işidir ki, məşqçi bunu bacara bilir. Məşqçi bunları bir yerə yığa bilir. O vaxt Deliboski bunu eləmişdi. Deliboski daha çətindir o vaxt. O Ramoslar, Pikelər, Puyollar, o məşhur o El Clasico'nun çılğın vaxtlarında. Amma indi məsəl üçün heyətində heç bir özür futbolçu yoxdur. Yenə oynayırsan. Yəni bayaq da dediyim kimi də oturub ağlamırsan ki, mənim o vaxt yaxşı heyətim var idi, indi niyə yoxdur? Demək məktəb yaxşıdır, sistem yaxşıdır, işləyir. Yəni həqiqətən halaldır İspaniya futbolunu idarə edən şəxslərə, milli komandana bu səviyyə çatdıran şəxslərə, milli komandanı bu həmişə yüksəkdə oynadan şəxslərə, olmasa səbəb olan şəxslərə. Kimi 12-dən sonra biz adına gəlsə burada da demişdim mən, hər mundialda bir dənə qələbəsi var idi İspaniyanın. 14-də bir qələbə qazandı, 18-də, 22-də bir qələbə qazandı. 26-da Cabo Verde da bu məsələ təzədən aktuallaşdı. Amma məsəl üçün 2014 biraz pis keçdi, 16-da yaxşı deyildilər, 18-də məşhur Galmagalo'da Lopetegui getdi millidə. Amma 21-də az qala finala çıxsınlar. Penalti ilə İtaliya uduzmasa da yenə başlayırlar o şeyə. 2022-də Mərkəzdə uduzdular penaltilərdə. Orada tam yaxşı komanda deyildi açığı. Daha dominantımsı bir şeydi, amma belə deyildilər. İndi daha belə dominantlar, amma futbol olaraq dominant, heyət olaraq yox. Bir də Maradona Messi müqayisəsi etmək istəyirəm. Buyur. Maradona mı Messi mi? Bir məna şəkildə Messi qardaş. Yəni Maradona 39 yaşında olar. Maradona 39 yaşında nəşəyə oturmuşdu. Kakaina. Daha tez. Kakaina oturmuşdu. Nəsə də o anda. Branş eləyirsə. Maradona 39 yaşında Kakaina oturmuşdu. Yəni çətin idi həyatı. Konkret olaraq yəni hətta ondan qabaq oturmuşdu. Disiplinsiz futbolçuydu. Çox. Futbolçu orada belə idi. Messi də belə şey görmərsən. Yox. Görməmisən. Amma yenə də xarakter olaraq. Təbii ki, old school nəsil, orta yaşlı nəsil Maradona daha çox sevir. Amma Maradona 2 final oynatdı Argentinaya. Həqiqətən ikisində də lider idi Maradona. Amma belə həyasız şəkildə finala çıxırdı Argentina. Amma bütün hallarda Messi deyirsən. Amma hər bir halda Messi deyirəm. Messi necə deməyə bilərəm. Həm klub səviyyəsində, həm milli səviyyəsində adam 3 dənə final oynayır artıq. Oynayır da. Neçə dünya çempionatında Messi oynayıb? 6 dünya çempionatında oynayıb Messi. 5-inə qol vurub. Bombardirdir. Maradona'nın neyi var? 86-90. 82-də gənc futbolçu. 78-də sən onu Menotti çağırmayıb. Yoxsa o da 2 qat dünya çempionu ola bilərdi. 3 final oynaya bilərdi. Yəni belə deyək də, o heyətin parçası ola bilərdi. Amma yəni Maradona da xarakterdir də bro. Bəzilərində də bu çatır. Maradona Argentinalılar üçün tanrı idi. Amma Messi bütün o məncə onun irsini yox elədi. Amma sonda bir dənə də əlavə eləyim, bağlayaq videonu. Bu düşünülür, bu Messi bir daha gəlməz və ya gec gələr. Məncə tez gələr. Məncə gələr. Messi 43 yaşına gələcək.
Yenə gələcək Messi. 43'te görüşərik Messi. Görüşərik bro. Çox sağ ol. Özünə Fikirlərə görə. görə. Sağ ol, çox sağ ol.